21-də olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80%, gündüz 50-60% təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərində qısa müddətli yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə isti. Dağlarda gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə, bəzi yerlərdə 28-30 dərəcə isti olacaq.